Mən heç kimin atasından, anasından danışmamışdım. Sən kimsən ki, mənim atamın adını çəkirsən, mənim atamın ata-batasının söhbətini eləyirsən və o Naxçıvanlı teması mənə sübut eləyəcəklər. Ki, mən hansı Naxçıvanlını yemişəm, dağıtmışam, neynəmişəm. Mən şükür Allah, bir dənə çıxılı maşın sürürəm, 3 illik liziklə götürmüşəm, onu siz də bilirsiniz. Yəni, sübut eləyəsiniz. Bilirsiniz necə, bu quşu ağızdan buraxdım, uçurdum məsələsi deyil, ha. Burada mənim şərəf ləyaqətimin alçalması məsələsidir. 16 il əvvəl ölmüş atama və onun 50 il əvvəl ölmüş atasına dil uzatmaq məsələsidir. Hamısının hesabatını verəcək, hamısının cavabını verəcək cümlə-cümlə. Mən bu məsələni nəyəsə görə ona bağışlasam, atamın verdiyi çörək mənim haram-haram xoşum olsun, anamın südü mən haram olsun, mən kiminsə xatirinə ona bu məsələni keçsəm, məndən alçaq adam yoxdur həyatda. Heç nə demirəm ki, sübutumu qoy ortalığa, haqqında danışmışsa faktını göstər. İstəyir Ramiz müəllim məclis aldı faktını göstər. İstəyir nə bilim tutaq ki, mənə deyir, sən keçmişimi maraqlansan, maraqlan keçmişimi qoy ortalığa. Uşaqlarım yetimdir, sübutunu elə mənə. Mən jurnalist deyiləm, sübutunu elə mənə. Göstər, mənə sübut elə ki, məni Space-dən başıma vurub məni qovublar. Mənə sübutunu elə.